Salam. Bugünkü mövzumuz planlaşdırma. Planlaşdırma məktəbəqədər təhsil sahəsində önəmli olan mövzulardan biridir. Çünki əgər biz məşğələni, təlimi səmərəli şəkildə qurmaq istəyiriksə, mütləq şəkildə planlı olmalıyıq. Yəni əvvəlki dərslərimizdə də biz artıq tanış olmuşduq ki, biz məktəbəqədərdə təhsili, təlimi əvvəlcədən müəyyən olunmuş standartlar, əvvəlcədən müəyyən olunmuş plan üzərindən keçirik. Yəni planlaşdırma məktəbəqədərdə önəmli mövzulardan biridir. Yəni biz əgər səmərəli şəkildə məşğələ qurmaq istəyiriksə, uşaqların səmərəli şəkildə öyrənməyini istəyiriksə, mütləq şəkildə planlı olmalıyıq. Planlı olmaq müəllimin konstruktivliyindən və produktivliyindən əlaqəli bir şeydir. Yəni müəllim mütləq şəkildə təşkilatçılıq bacarığı olmalıdır və mütləq şəkildə produktiv olmalıdır. Bu sözləri özünüz üçün mütləq şəkildə qeyd edin ki, sonra məsələn testlərdə, başqa bir yerlərdə qarşınıza çıxsa, ədəbiyyatlarda, PDF-lərdə qarşınıza çıxanda artıq bilin ki, nə deməkdir. Və produktiv olmaq da nə deməkdir? Məhsuldar olmaq deməkdir. Yəni məhsuldar, nəticə yönümlü dərs keçmək. Yəni müəllim, produktiv müəllim, məhsuldar, nəticə yönümlü dərs keçən müəllimdir. Deməli, planlaşdırma əsasən məktəbəqədər təhsil müəssisəsində planlaşdırmanın əsasən iki növündən istifadə edilir ki, bu hansı planlaşdırmadır? Burada da qeyd olunub. Perspektiv, yəni illik planlaşdırma və cari həftəlik planlaşdırma. Perspektiv planlaşdırma standartların reallaşdırılması məqsədi ilə inkişaf sahəsinə əsasən hər yaş qrupu üçün təlim prosesinin planlaşdırılması üzrə aparılır. Yəni perspektiv planlaşdırma yaş qrupunun sonu üçün təlim nəticələridir. Perspektiv planlaşdırma nədir? Testlərdə bunu bu şəkildə qarşınıza çıxacaq. Yaş qrupunun sonu üçün təlim nəticələridir. Buna yaş qrupunun sonu üçün də yazıla bilər, ilin sonu üçün də yazıla bilər. Yəni bu testlərdə, cümlələrdə perspektiv planlaşdırma sizin qarşınıza yaş qrupunun sonu üçün də deyilərək yazıla bilər və dedik ki, perspektiv planlaşdırma yaş qrupunun sonu üçün və yaxud da ilin sonu üçün olan təlim nəticələridir. Perspektiv planlaşdırmada həm müvafiq yaş qrupu, həm də ayrı-ayrı uşaqların inkişaf səviyyəsi mütləq şəkildə nəzərə alınmalıdır. Yəni uşaqların həm ayrı-ayrı yaş qrupu, məsələn 3-4 yaş üçün ayrı perspektiv, yəni perspektiv planlaşdırma deyəndə illik planlaşdırma nəzərdə tutulur. Yəni həm deyir, hər yaş qrupu nəzərə alınmalıdır. Məsələn 1-2 yaşda ayrı planlaşdırma olur, 2-3 yaşda ayrı planlaşdırma olur, 3-4 yaşda ayrı və 4-5 yaşda və 5-6 yaşda eyni zamanda planlaşdırma ayrı olmalıdır, ayrı-ayrı planlaşdırma olmalıdır. Həm də uşaqların inkişaf səviyyəsi nəzərə alınmalıdır ki, yəni bu uşaqlar hansı şəkildə inkişaf edirlər. Bu da müəyyən müddət ərzində təlim və tərbiyənin vəzifələrini konkretləşdirməlidir. Yəni verilən bir illik bizdə planlaşdırma var ki, bir il ərzində bu planlaşdırmadır və bu müddət ərzində və təlim və tərbiyənin qarşısında duran vəzifələr konkretləşdirilir. Yəni illik planlaşdırma, perspektiv planlaşdırma ilə bir il müddətində bizim qarşımızda hansı vəzifələr durub, biz uşağı hansı şəkildə inkişaf etdirməliyik, uşaq hansı standartlara çatmalıdır, artıq bir il ərzində bizə verilir bu illik planlaşdırma ilə və bunu konkretləşdirir perspektiv planlaşdırma. Ümumiyyətlə perspektiv planlaşdırma müxtəlif yaş qrupları və uşaqların ehtiyaclarına uyğun olaraq işin əsas mərhələlərinin nəzərdə tutulmasına imkan verir. Yəni bu nə deməkdir? Uşaqların yaş qrupları və uşaqların ehtiyaclarına uyğun olaraq işi mərhələlərə bölür. Yəni uşaqların yaş qrupları nədir və uşaqların ehtiyacları nədir? Buna görə işi planlayır və mərhələlərə bölür. Məktəbəqədər təhsil müəssisəsində işin planlaşdırılması uşaqların təlim-tərbiyə prosesini mütləq şəkildə təşkilatlandırır və tərbiyəçi müəllimin işini daha səmərəli və daha nəticəli edir. Yəni düşünün ki, bizim ilin əvvəlində biz girmişik qrupa və əlimizdə heç bir plan yoxdur. Biz hardan başlayacağımızı bilmərik. Düzdür, uşaqlara nə öyrədəcəyik, ümumiyyətlə məqsədimiz nədir? Uşaqları nə şəkildə inkişaf etdirməliyik? Yəni əlimizdə bir plan olmasa təbii ki, bunu bilmərik, düzdür? Amma bizə illik perspektiv planlaşdırma verəndə biz artıq bilirik ki, uşaqlara hansı mövzuları keçəcəyik, bu mövzuları hansı mövzularla inteqrasiya edəcəyik, hansı resurslardan istifadə edəcəyik, ümumiyyətlə hansı tarixdə hansı mövzunu keçəcəyik, bunu biz bilirik illik perspektiv planlaşdırma ilə. Yəni illik perspektiv planlaşdırmada nələr qeyd olunur? Mövzular qeyd olunur, tarixlər qeyd olunur ki, hansı tarixdə hansı mövzunu keçəcəyik, resurslar qeyd olunur ki, biz hansı resurslardan istifadə edəcəyik, standartlar qeyd olunur və inteqrasiya qeyd olunur. Yəni perspektiv planlaşdırmada qeyd olunur standartlar. Verilir mövzunun standartı. Biz standartlarda öyrənmişik əsas standartlar, altı standartlar nələrdir? Bunları əvvəlki dərslərdə öyrənmişik. Deməli, perspektiv planlaşdırmada olur standart, mövzu, tarix, inteqrasiya və resurslar. Bunlar olur perspektiv planlaşdırmada. Bunu yadınızda saxlayaq. Testlərdə də düşə bilər ki, perspektiv planlaşdırmada nələr olur? Standart, mövzu, tarix, inteqrasiya və resurslar. Yəni biz standartı verilir bizə. Yəni bu standartı məsələn biz həftəlik planlaşdırma yazanda istifadə edəcəyik. Mövzular verilir bizə. Mövzulara uyğun tarixlər verilir ki, hansı tarixdə hansı mövzunu keçəcəyik və resurslar verilir ki, hansı resurslardan istifadə edəcəyik. Məsələn bu günləri yapma məşğələsi keçiririk və yapmada bizə mövzu verilir ki, uşaqlar çiyələk düzəltsinlər. Düzdür? Mövzumuz verilib, standartımız verilib. Bizə verilib inteqrasiya, yəni məşğələni hansı məşğələ ilə və yaxud da hansı mövzu ilə inteqrasiya edəcəyik bu verilib bizə və resurslar verilib ki, məsələn resurslarda da verilib plastilindir, cil lövhəsidir ki, nəyin üstündə cili məsələn plastilini yapacağıq. Bunlar yəni resurslarda qeyd olunub. Bunlar oldu perspektiv planlaşdırmada. Və perspektiv planlaşdırma ümumiyyətlə
planlaşdırılarkən aparılmasında inteqrasiya mütləq şəkildə nəzərə alınmalıdır. Hansı inteqrasiyadır? İnkişaf sahəsi daxilində inteqrasiya və də inkişaf sahələri arası inteqrasiya. İnkişaf sahəsi daxilində inteqrasiya nədir? Yəni biz əgər elə bil ki, fiziki mədəniyyət məşğələsi keçirik. Fiziki mədəniyyət məşğələsi də nəyə aid olar? Təbii ki, fiziki inkişafa aid olar. Fiziki inkişaf sahəsinə aid olar, düzdür? Və bunu biz inkişaf sahəsinin öz daxilində inteqrasiya edəcəyik. Məsələn, elə fiziki inkişaf sahəsinin daxilində, məsələn, fiziki hərəkətləri yerinə yetirir, inteqrasiya edəcəyik, təhlükəsizlik qaydalarına riayət edir. Yəni necə? İnkişaf sahəsinin daxilində inteqrasiya elədik, düzdür? Bir də var inkişaf sahələri arası inteqrasiya. Məsələn, fiziki mədəniyyət məşğələsi keçirik, bu aiddir fiziki inkişaf sahəsinə, düzdür? Biz bunu inteqrasiya edəcəyik, məsələn, estetik yaradıcı ilə, düzdür? Bu olacaq inkişaf sahələri arası inteqrasiya. Yəni fiziki inkişaf sağlamlıq və təhlükəsizliyi əlaqələndirdik. İnteqrasiya nə idi? Əlaqələndirməkdir. Əlaqələndiririk nə ilə? Estetik yaradıcı inkişaf sahəsindən. Məsələn, biz bir oyun qururuq, oyun keçirəcəyik, fiziki mədəniyyət məşğələsidir. Hansısa bir hərəkəti yerinə yetirəcəyik. Musiqi gətirə bilərik. Estetik yaradıcıda nə var? Musiqi. Və başlayarıq musiqi ilə idman hərəkətləri eləməyə. Bu da nə edir? İnteqrasiya elədik. Fiziki inkişaf sağlamlıq və təhlükəsizliyi inteqrasiya elədik estetik yaradıcı inkişaf sahəsi ilə. Bu da oldu inteqrasiyanın nəzərə alınması, inteqrasiyanın aparılması və dedik ki, inteqrasiyada mütləq şəkildə nəzərə alınmalıdır. Ümumiyyətlə, ardıcıllığın planlaşdırma eləyərkən mütləq şəkildə ardıcıllığı nəzərə alınmalıyıq. Ardıcıllıq da hansı ardıcıllıq var? Yenə burada qeyd olunub. Məntiqi ardıcıllıqdır, ikincisi psixoloji ardıcıllıqdır və üçüncüsü də xronoloji ardıcıllıqdır ki, biz mütləq şəkildə planlaşdırma edərkən bu üç ardıcıllığı nəzərə almalıyıq. Məntiqi ardıcıllıq deyəndə nə nəzərdə tutulur? Məntiqi ardıcıllıq deyəndə məzmun məntiqi cəhətdən bir-birinə tamamlamalıdır. Mövzular arasında mütləq şəkildə əlaqə yaradılmalıdır. Mövzular nəzərdə tutulmuş inkişaf istiqamətinə uyğun aparılmalıdır və bilik və bacarıqlar ümumidən xüsusiyə doğru inkişaf etdirilməlidir. Məntiqi ardıcıllıq nədir? Özünüz üçün bunu qeyd dəftərinizə qeyd aparın. Məntiqi ardıcıllıq məzmunun məntiqi cəhətdən bir-birini tamamlamasıdır. Yəni məzmun məntiqi cəhətdən bir-birini tamamlamalıdır. Bu elə varislik prinsipinə də bənzəyir ki, orada da nə idi? Məzmun məntiqi cəhətdən bir-birini tamamlayırdı. Mövzular arasında mütləq şəkildə əlaqə yaradılmalıdır. Yəni planlaşdırmada verilən mövzular bir-birinin davamı olmalıdır, bir-birini tamamlamalıdır. Məsələn, bu günləri biz keçiriksə fəsilləri, o biri mövzumuz olacaq qış fəsli, o biri mövzumuz olacaq payız fəsli, o biri mövzumuz olacaq payız meyvələri. Yəni mövzular bir-birini tamamlamalıdır, bir-biri ilə əlaqəli olmalıdır. Və bilik və bacarıqlar ümumidən xüsusiyə doğru aparılmalıdır. Yəni birinci ümumi, sonra artıq xüsusilər qeyd olunmalıdır. Məsələn, bu günləri biz rəqəmləri keçmişiksə, mövzumuz rəqəmlər mövzusudur. Sonra keçirik məsələn 1 rəqəmini, sonra keçirik 2 rəqəmini, sonra keçirik toplama və çıxmanı, 1 və 2 rəqəmini toplamağı, çıxmağı. Yəni birinci veririk ümumi mövzunu, sonra artıq xüsusiyə doğru gedirik. Bunları qeyd dəftərində özünüz üçün qeyd aparın ki, sonradan məsələn testlərdə düşəndə ki, məntiqi ardıcıllıq nədir? Artıq cümlələrə baxanda özünüz üçün biləcəksiniz ki, məntiqi ardıcıllıq nədir. İkincisi dedik ki, psixoloji ardıcıllıqdır. Psixoloji ardıcıllıq nədir? Sadədən mürəkkəbə, yaxından uzağa prinsipi. Bu nədir? Yəni ki, uşağın bildikləri üzərində yeni bilik və bacarıqlar formalaşdırılır. Yəni uşaqlara birinci sadədən başlayırıq öyrətməyə və mürəkkəbə doğru gedirik. Yəni uşaqları məsələn sadə bir şeyi öyrəndi, artıq onun öyrəndiyi üzərində daha bir mürəkkəb bir şeyi öyrədirik uşaqlara. Ondan sonra daha bir mürəkkəb bir şeyi öyrədirik. Yəni uşaqlara nə edirik? Sadədən mürəkkəbə doğru öyrədirik və uşaqların bildiyi üzərində təzədən başqa bir şey, həmin bilginin üzərində başqa bir bilik öyrədirik uşaqlara. Yəni bu formada ardıcıllıq sadədən mürəkkəbə doğru qurulur. Bu da olur psixoloji ardıcıllıq və xronoloji ardıcıllıq var ki, xronoloji ardıcıllıqda tarix dərsində xronologiya var idi. Nə idi o? Xronoloji ardıcıllıq tarix idi. Tarixə əsasən xronoloji ardıcıllıq gözlənilməlidir. Yəni keçilən mövzuların zamana görə aktuallığı, uyğunluğu nəzərə alınmalıdır ki, yəni artıq keçilən mövzular zamana görə ayarlamalıyıq. Biz zamana görə tənzimləməliyik. Yəni zamana görə ardıcıllığın qorunması da nədir? Xronoloji ardıcıllıqdır. Ümumiyyətlə bir də perspektiv planlaşdırmada mütləq şəkildə resurslar qeydə alınmalıdır. Resurslar qeyd olunmalıdır. Perspektiv planlaşdırmada deməli nə olunmur? Məşğələnin mərhələləri qeyd olunmur, iş üsulu qeyd olunmur, iş forması qeyd olunmur perspektiv planlaşdırmada və nələr qeyd olunur əvvəldə sadaladıq. Bu qeyd etdiklərimi də perspektiv planda nə qeyd edilir? Bunu da qeyd dəftərinizdə özünüz üçün mütləq şəkildə qeyd aparın. Bundan sonra gəlir cari planlaşdırma. Cari planlaşdırmada nədir? Burada bax yazmışdıq. Birincisi perspektiv planlaşdırma idi. Perspektiv planlaşdırma barədə danışdıq. İkincisi isə cari planlaşdırma. Yəni həftəlik planlaşdırmadır ki, bu da bizim hər həftə yazdığımız planlaşdırmadır ki, yəni bir həftə ərzində biz nə edəcəyik? Hansı mövzular keçəcək, hansı məşğələlər olacaq və ümumiyyətlə sadəcə məşğələlər deyil, bütün gün rejimini qeyd edirik. Biz məsələn səhər fəaliyyətini qeyd edirik, gəzintimizi qeyd edirik, axşam fəaliyyətini qeyd edirik, axşam gəzintisini qeyd edirik. Yəni bunların hamısını biz qeyd edirik həftəlik planlaşdırmada. Bax məsələn həftəlik planlaşdırma necə yazılır? Biz tarix qoyuruq, səhifənin yuxarısında tariximizi yazırıq və arxasından yazırıq bazar ertəsi. Və biz bu gün ərzində nə edəcəksə bunu cari planlaşdırmada yazırıq, həftəlik planlaşdırmada yazırıq. Məsələn ilk öncə yazırıq səhər fəaliyyətini yazırıq, sonra məşğələmizi yazırıq, gəzintimizi yazırıq, axşam fəaliyyətimizi yazırıq və axşam gəzintimizi yazırıq. Bunların hamısını da biz yazırıq, standartlarla veririk.
Cari planlaşdırmada standartlar deməli müəyyənləşəndən sonra mövzu seçilir. Yəni birinci standartı yazırıq, sonra mövzunu yazırıq. Oyun, əyləncə, gəzinti, sağlamlaşdırıcı fəaliyyətlər, ümumiyyətlə bütün fəaliyyətlərin hamısını biz yazırıq cari planlaşdırmada, həftəlik planlaşdırmada. Cari planlaşdırmada nələr yazılır? Yəni bunlar sırası ilə yadınızda saxlayın. Birinci olur standart, sonra olur mövzu, sonra olur məqsəd. Bax burada da qeyd eləmişik. Standart, mövzu, məqsəd, inteqrasiya, iş formaları, iş üsulları və resurslar. Yəni cari planlaşdırmada nələr yazılır? Birinci standart yazılır, ikinci yazırıq mövzunu, üçüncü yazırıq məqsədimizi çıxarırıq standartımızdan. İndi növbəti dərslərimizdə artıq biz məqsəd çıxartmağı da öyrənəcəyik. Məqsəd nə formada yazılır, onu da öyrənəcəyik. Sonra gəlir inteqrasiyamız, iş formalarımız, iş üsullarımız və resurslarımız. Bunlar olur cari planlaşdırmada. Bax, cari planlaşdırma ilə perspektiv planda ortaq olan nələr var? Standart var, düzdür? Perspektiv planda da standart yazılır. Cari planda da standart yazdıq. Mövzu perspektivdə də, yəni illik planda da mövzu yazdıq, cari planda da mövzu yazdıq. Məqsəd perspektiv planda olmur, amma cari planda məqsəd yazırıq. İnteqrasiya perspektivdə də oldu, caridə də oldu. İş formaları, iş üsulları cari planlaşdırmada var, amma perspektiv planlaşdırmada yoxdur. Və resurslar həm perspektivdə, həm cari planda var. Ümumiyyətlə, plan dəftərində planlaşdırma bu hissəyə qədər yazılır. Yəni, məşğələnin mərhələlərini isə plan dəftərində yazmırıq. Məşğələnin də bizim məşğələlərimizi keçdiyimiz məşğələlər 3 mərhələdə keçirilir. Birincisi, birinci mərhələmiz hansı ki, məşğələyə başladığımız mərhələlər aktuallaşdırma və motivasiya mərhələsidir ki, aktuallaşdırma və motivasiya mərhələsi nədir? Yəni, aktuallaşdırma nədir? Mövcud biliklərin səsləndirilməsi və məşğələyə marağın yaradılması nədir? Məşğələyə marağın yaradılmasıdır. Tərbiyəçi müəllim məşğələyə başlayarkən bu məşğələyə maraq yaradır uşaqlarda və eyni zamanda da uşaqların nələri bildiyini soruşur. Və motivasiya mərhələsində nədir? Müəllim bir növ uşaqlara əqli hücum edir və uşaqların nələri bildiyini öyrənir. Eyni zamanda uşaqları həvəsləndirilir. Düzgün qoyulmuş motivasiya uşaqlarda fəallıq yaradır. Aktuallaşdırma və motivasiya eynidir. Yəni məşğələnin əvvəlində verir. Aktuallaşdırma daha çox köhnə biliklərin, necə deyim, yada salınmasıdır. Yəni aktuallaşdırma, köhnə biliklər yada salınır. Motivasiya daha çox həvəsin yaradılmasıdır. Amma bunlar ikisi də təbii ki, məşğələnin əvvəlində istifadə olunur. Məsələn, bunları bir-birindən fərqləndirmək üçün nə edirik? Məsələn, nə edirik? Biz mövzuya bu günləri A hərfini keçirik, düzdür? A hərfi ilə motivasiya yaradırıq uşaqlarda. A hərfi ilə bağlı uşaqlarda heç bir bilik olmayanda biz uşaqlarda motivasiya yaradırıq. Uşaqlara məsələn A hərfi ilə bağlı nələrsə deyirik, sorğu-sual aparırıq və elə bil ki, ikinci mövzumuz yenə də A hərfinin yazılmasıdır. Yəni biz ikinci məşğələdə bu günləri keçirik A hərfini, yenə məsələn bir həftə sonra yenə məsələn savad təlimi məşğələsidir və bizim mövzumuz yenə də A hərfinin yazılmasıdır. Bu vaxt artıq biz aktuallaşdırma edə bilərik. Necə edirik aktuallaşdırma? Uşaqlar, yadınızdadır biz keçən dəfə dedik ki, A hərfi məsələn necə səslənir, A hərfi ilə nələr başlayır, hansı məsələn sözlər A hərfi ilə başlayır. Bir növ uşaqların bildiklərini yada salırıq. Bu olur aktuallaşdırma. Birinci biz həvəsləndirmə elədik, motivasiya yaratdıq A hərfi ilə bağlı. Artıq ikinci məşğələmizdə bildiklərimizi yada saldıq. Bu da oldu aktuallaşdırma. Motivasiya sözü də yəni motiv sözündən götürülüb hərəkətə gətirmək deməkdir. Daxili ehtiyac yaratmaq deməkdir. Motivasiya daha çox iş üsullarından olur əqli hücuma. Əqli hücuma uyğun gəlir ki, biz əqli hücum vasitəsilə uşaqlarda motivasiya yaradırıq. Məsələn, tərbiyəçi müəllim motivasiya yaradır, əqli hücum edir uşaqlara. Uşaqlar da müxtəlif fərziyyələr irəli sürürlər. Bundan başqa məsələn diqqəti cəlb etmək, uşağı maraqlandırmaqla motivasiya yaradıla bilər. Eyni zamanda bunu qeyd dəftərinizdə qeyd edə bilərsiniz. Ondan sonra müxtəlif fərziyyələrə səbəb olan vəziyyət yaradır müəllim. Müstəqil tədqiqata həvəsləndirir, uşaqlarda həvəs yaradır. Məktəbəqədər uşaqların yaş imkanlarını nəzərə alır. Yəni motivasiya da elə qurulmalıdır ki, mütləq şəkildə uşaqların yaşları burada nəzərə alınmalıdır və uşağı öz bacarığını həyata keçirməyə sövq etməlidir. Yəni uşaq bilir, bacarır əslində. Biz uşağa motivasiya veririk ki, uşaq bu bacarığını həyata keçirsin. Və motivasiyada diqqət psixi prosesinə uyğundur. Yəni desəm ki, soruşsam ki, motivasiya psixi proseslərdən nəyə uyğun gəlir? Mütləq şəkildə deyəcəksiniz ki, diqqət psixi prosesinə uyğun gəlir. Nə deyilir? Motivasiya adından bəli, uşağın diqqətini cəlb eləmək, uşağı həvəsə gətirmək. Sual veririk və sualla uşağın diqqətini cəlb eləyirik. Bu oldu məşğələnin motivasiya mərhələsi. 2-5 dəqiqə arasında keçirilir, məşğələnin əvvəlində keçirilir. Motivasiyanı çox uzun da tutmaq lazım deyil ki, yəni artıq axı məşğələdə bizə çox az müddət verilir. Məsələn 15, 20, 25 və ən uzun məşğələmiz bizim məktəbəqədərdə bilirik ki, məktəb hazırlıq qruplarında yarım saat olur. Yəni məşğələmizin dərk etmə, tətbiq etmə mərhələlərində də tətbiq eləmək üçün motivasiyanı 5 dəqiqədən artıq biz tutmuruq. 2-5 dəqiqə arasında motivasiya yaradırıq uşaqlarda. Məsələn motivasiyanı biz səhnələşdirmə ilə də verə bilərik, musiqi ilə də verə bilərik. Elə məsələn dərsin əvvəlində kiçik bir səhnəcik qurarıq və deyərik ki, bu oldu bizim motivasiyamız və yaxud da musiqi səsləndirərik, deyərik ki, bundan motivasiya yaradarıq uşaqla və yaxud da tapmaca verərik. Eyni zamanda
şeir deyərik. Bu da olacaq bizim motivasiya mərhələmiz. Məsələn, bu günləri qış fəsli keçiririksə, qış fəslinə uyğun uşaqlarda nəsə bir həvəsləndirici şeylər ya sual-cavabla eləyə bilərik ki, məsələn, uşaqlar tanış eləyək ki, bu günləri nələr keçəcək və yaxud da bir necə deyim, şəkillər göstərərik uşaqlara və yaxud da bir səhnəcik qurarıq qış fəsli ilə bağlı. Bu da olacaq bizim məşğələmizin motivasiya mərhələsi. İkinci mərhələmiz də dərk etmə mərhələsidir. Yəni keçirik əsas mərhələyə, dərk etmə mərhələsi. Bu nədir? Yeni bilik və bacarıqların tədqiq olunması, yəni ki, öyrənilməsi, tədqiq olunaraq öyrənilməsi. Məşğələnin əsas özək hissəsidir. Dərk etmə nədir? Məşğələnin əsas özək hissəsi. Faktların tapılması. Yəni bu nədir? Burada faktlar tapılır. Bilik və bacarıqların vəhdət forması. Yəni uşaqların bildiklərini bacarığa keçirməsi. Yəni bildiklərinin bacarıqlarının vəhdət formasında göstərilməsidir. Burada məşğələnin deməli motivasiya mərhələsində biz iş formalarını seçirik ki, uşaqlarla hansı iş formalarında, məsələn, qrupla iş görə bilərik, kollektivlə, fərdi, cütlərlə. Yəni iş formasını biz məşğələnin hansı formasında, hansı hissəsində veririk mərhələsində? Təbii ki, dərk etmə mərhələsində. Deməli, dərk etmə mərhələsində uşaqlar əldə etdikləri nailiyyətlərin, təlimin məqsədləri və irəli sürülmüş fərziyyələrin strukturlaşdırılması, yəni faktlaşdırılması mərhələsidir ki, artıq əldə etdiklərini faktlarla, sübutlarla bu mərhələdə keçiririk. Yəni dərk etmə mərhələsi məşğələnin ikinci mərhələsidir və əsas özək mərhələsidir. Ən çox dərk etmə mərhələsində müzakirə iş üsulundan istifadə edilir ki, uşaqlarla müzakirə apararaq faktlar, dəlillər necə deyim, artıq burada sistemləşdirilir. Üçüncüsü isə tətbiq etmə mərhələsidir. Tətbiq etmə mərhələsində də bilik və bacarıqların tətbiq edilməsi. Yəni uşaqlar öyrəndiklərini, bildiklərini artıq fəaliyyətdə tətbiq edirlər. Tətbiq etmə mərhələsində ən çox hərəkət olur, praktik olur. Burada artıq praktik tapşırıqlar verilir uşaqlara. Praktik tapşırıqlarda ən çox psixomotor fəaliyyətlərin inkişafına uyğun gəlir. Psixomotor fəaliyyətlərdə nə idi? Kiçik, böyük motor hərəkətləri. Yəni tətbiq etmədə biz ən çox veririk, necə deyim, tətbiq, hərəkət, fəaliyyət veririk. Məsələn, A hərfini öyrəndiksə, məsələn, nə edirik? Dərk etmədə A hərfini yazmağı öyrəndik. Artıq A hərfinin motivasiyasını verdik dərk etmədə. Məsələn, yazı yazırıqsa onun düzgün yazılış qaydasını öyrəndik. Praktikada nə verəcəyik? A hərfi verərik, məsələn, böyük bir A hərfi çəkərik, onun rəngləməsini verərik uşaqlara. Və yaxud da kəsib yapışdırmasını verərik ki, uşaqlar A hərfini kəsər və yapışdırar. Bu şəkildə artıq nə edirik? Uşaqlara fəaliyyət veririk. Bu da olur məşğələnin tətbiq etmə mərhələsi. Burada məşğələnin mərhələlərini də sizə izahını verdim. Özünüz üçün qeydlər apararsınız. Eyni zamanda planlaşdırmanı verdim, izahını verdim. Planlaşdırma nədir, nə üçün vacibdir, hansı planlaşdırmalar var və hansı planlaşdırmada nələr